Boğazım ağrıyır, nə edə bilərəm? Bizə gələn ən çox suallardan biri odur ki, boğazım ağrıyır, nə edə bilərəm? Bəli, pasientlər daha çox bizdən hər hansısa bir dərmanı məsləhət görməyimizi istəyir. Amma belə bir şeyi nəzərə çatdırmaq istəyirəm ki, hər zaman boğaz ağrısının səbəbi boğaz olmaya bilər. Çünki biz bəzən pasientlər deyir ki, boğazımı açıram, qızartı var. Mən bunun üçün nə istifadə edeyim ki, boğaz ağrım keçsin? Baxın, boğaz qızara bilər, amma bunun səbəbi boğazdırmı? Əlbəttə ki, bu olmaya bilər. Çünki boğaz ağrısının səbəbləri çoxdur. Siz sadəcə ağrını keçirtmək üçün hər hansı bir boğaz pastillərindən, sorma tabletlərdən istifadə edə bilərsiniz. Lakin bu ağrı keçmirsə, demək ki, burada problem daha fərqli bir şeydir. Yəni bu virus mənşəli ola bilər, bu həqiqətən də boğazla bağlı olub bakterial mənşəli ola bilər və yaxud da ki, burunla bağlı, yəni postnazal axıntımızdan boğazımız ağrıya bilər. Bəli, mədə turşuluğumuzdan bizə boğaz ağrı verə bilər. Bəzən pasientlər deyir ki, axı mənim mədəmdə heç bir problem yoxdur. Bəli, pasientlər bizə boğaz ağrısı ilə gəlir, ancaq səbəbdə nə durur? Mədə turşuluğunun artıqlığı. Bundan əlavə, hər hansı bir sinir mənşəli problemdə belə boğazımız ağrıya bilər. Buna görə də əgər boğazınız ağrıyırsa və 3 gün ərzində keçmirsə, mütləqdir ki, həkim mütəxəssisə müraciət edəsiniz.